Allah'ın salamı olsun hər kəsə. Deməli, TikTokda dəfələrlə eyni sualları verirsiniz ki, bu 3 manatlıq dürümdə istifadə edəcəyiniz ətin keyfiyyəti necədir? Yəni, vaxtımız yox idi, indi vaxt elib oranın çəkilişini eləyəcəyik sizə. Yəni, inanın səmimiyyət demək ki, Bakıxanovun %80%-i eyni yerdən ət alır. İndi getdik ora. Artıq o suallara ehtiyac yoxdur. Gəl, qardaş, gəl. Çək. Deməli, Bakıxanov Brazildə buranı tanımayan yoxdur. Demək olar, Bakıxanovun %80%-i ət məhsullarını buradan alır. Artıq bütün suallarınızın cavabını mən qısa, aydın və net bir şəkildə verdim.